mənim qızım 9 aylıqdır. Ayağını yerə dirəmir. Rengində heç bir problem yoxdur, normaldır hər şey, amma çox hərəkətli uşaqdır. Nə ayaqlarını yerə dirəyir, nə də iməkləyir 9 aylıqkən. Deməli, bu tez-tez rastlaşdığımız bir valideyn şikayətidir. Ayaqlarını yerə dirəməkdə çətinliyi çəkdiyini söyləyirlər. Normalda 9 aylıq bir uşağın ayağını yerə dirəməyi kimi bir məcburiyyət yoxdur. Bizim əzələ inkişafımız yuxarıdan aşağıya doğru gəlir. Təxminən 4-5 aylarından uşaq boynunu tutmağa başlayır, boyun əzələləri hazır olduqda. Ondan sonra 6-8 aylarında bədən əzələləri hazır olur və biz oturmağa başlayır uşaq. Və ən sonunda aşağı ətrafların əzələləri hazır olduğu zaman, bədəninin yükünü daşıya bildiyi zaman uşaq yeriməyə başlayır. Bir uşağın yeriməyi 18 ayına qədər normal hesab olunur. Yəni 18 ayına qədər bir uşaq yeriyirsə, bu normaldır. 18 ayından sonra artıq nevroloji bir müayinələr. Amma əgər təbii ki, uşaqda həm də iməkləmədə problem olduğunu görürlərsə, məncə bir uşaq nevroloqunun konsultasiyası lazım olacaq. Çünki altda yatan bir nevrolojik bir sinir əzələ xəstəliyi aşkarlana bilər və təbii ki, müraciət edə bilərlər. Biz müayinə edib, ona görə fikrimizi bildirərik. Amma ümumiyyətlə, insanların maarifləndirilməsi üçün düşünürəm ki, bunu bu cür mövzuları səsləndirmək lazımdır. Valideynlər çox narahat edən problemdir. Uşaq dirəşmir deyirlər, ayağını dayamır. Çox hallarda, böyük əksəriyyət hallarda heç bir altda yatan problem aşkarlamırıq və ən qısa zamanda uşaqlar yeriyirlər. Bu valideyn